Milli Hidrometeorologiya Xidməti gözlənilən qeyri-sabit hava ilə bağlı xəbərdarlıq edir. Doğru xəbər Azərbaycan bildirir ki, xəbərdarlıqda deyilir. Bakıda və Abşeronda sentyabrın 26-sı axşamdan 28-i səhərə qədər bəzi yerlərdə yağış yağacaq. Yarımadanın ayrı-ayrı yerlərində yağış qısa müddətli leysan xarakterli olacaq, şimşək çaxacaq. Sentyabrın 26-sı günün ikinci yarısı Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq 28 axşama qədər bəzi yerlərdə havanın yağıntılı olacağı, şimşək çaxacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli, intensiv, güclü yağış yağacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi bildirilir. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarının qısa müddətli sel keçəcəyi ehtimalı var. Ölkə ərazisində havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 dərəcə aşağı enəcək. Eyni zamanda gözlənilən güclü küləklə bağlı da sarı və narıncı xəbərdarlıq verilib. Bildirilib ki, sabah Bakıda və Abşeronda, eyni zamanda Naxçıvan, Kəlbəcər, Laçın, Füzuli, Cəbrayıl, Zəngilan, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Göygöl, Samux, Tərtər, Ağdam, Ağdərə, Xankəndi, Şuşa, Xocavənd, Qubadlı, Ağcabədi, Salyan, Sabirabad, Saatlı, Yevlax, Bərdə, Ağdaş, Ucar, Zərdab, Kürdəmir, Beyləqan, İmişli, Şabran, Xızı, Siyəzən, Qax, Zaqatala, Balakən, Şəki, Şamaxı, Oğuz, Qəbələ, Quba, Xaçmaz, İsmayıllı, Ağsu, Göyçay, Şirvan, Beləsuvar, Cəllabad, Masallı, Yardımlı, Lerik, Lənkəran və Astarada şimal-qərb küləyinin sürəti saniyədə bəzi yerlərdə 20 metrə çatacaq. Qusar, Neftçala, Hacıqabul, Mingəçevir, Daşkəsən, Qobustan, Gəncə, Naftalan və Goranboyda isə şimal-qərb küləyinin sürəti saniyədə 28 metrə qədər güclənəcək. Nazirlik gözlənilən qeyri-sabit havada əhalini ehtiyatlı olmağa və təhlükəsizlik qaydalarına əməl etməyə çağırır. Hər hansı bir ciddi təhlükə olduqda isə 112 qaynar xəttə zəng edə bilərsiniz.